Salam dəyərli dostlar, bugün mən sizlərə Kür çayı haqqında məlumat verəcəm. Kür çayı Şərqi Anadolu yaylasında yerləşən Qızılgədik dağından dəniz səviyyəsindən təxminən 2740 metr yüksəklikdən başlayaraq 1515 kilometr uzunluğa malik olan bir çaydır. Üç ölkənin ərazisindən keçir. Türkiyə Cümhuriyyəti, Gürcüstan və Azərbaycan Respublikasının ərazisindən keçərək Xəzər dənizinə tökülür. Xəzər dənizi mənfi 27 metr dünya okeanından çökəkdə yerləşir və mənsəbi sayılır. Dediyimiz kimi onun ümumi uzunluğu 1515 kilometr olmasına baxmayaraq Azərbaycan ərazisində 906 kilometr məsafədə uzanır və bundan başqa onun hövzəsinin sahəsi 188 min kvadrat kilometrdir. Su sərfi isə, yəni 1 saniyədə təxminən 443 kub metr belə deyək, su axıdır. Eyni zamanda Kür çayının qidalanması, yəni bu çayın əsas qida mənbəyi nədir? Onun 52%-ni qar suları təşkil edir, 30%-ni yeraltı sular, 18%-ni isə yağış suları təşkil edir. Çay Yevlax rayonundan Xəzər dənizinə qədər təxminən 480 kilometr məsafədə gəmiçilik fəaliyyəti üçün çox yararlıdır. Çayın bu formada əyri-üyrü axması da meandr adlanır. Onun ətrafında çoxlu axmaz göllər var. Bunlardan da ən böyüyü Azərbaycanın ən böyük gölü sayılan Sarısu gölüdür. Kürün vaxtilə axmazıdır. Kür öz yatağını dəyişməsi nəticəsində burada axmaz göl əmələ gəlmişdir. Kür çayının maksimum səviyyəsi aprel ayında buzlaqların, qarların əriməsi hesabına əmələ gəlir. Minimum səviyyəsi isə sentyabr ayında və yaxud yayın sonunda müşahidə edilir. Gürcülər bu çaya, səhv etmirəmsə, Mitikvari deyirlər. Kür çayına Mitikvari deyirlər və Kür çayının dərinliyi, orta dərinliyi 2-6 metr, bəzi hissələrdə isə 10 metrə çatır. Ona çoxlu çaylar tökülür və bu çaylardan da ən böyüyü Araz çayıdır. Araz çayı da Türkiyədən Bingöl silsiləsindən başlayaraq Sabirabad rayonunun Suqovuşan kəndində Kür çayı ilə birləşir. Arazın ümumi uzunluğu isə 1072 kilometrdir. Araz çayının qidalanması 46% yeraltı, 38% qar suları, 16% isə yağış suları təşkil edir. Kür çayı üzərində çoxlu su anbarları var. Bu ard-arda tikilən su anbarları kaskad su anbarları adlanır. Şəmkir su anbarı, Yenikənd su anbarı, Mingəçevir su anbarı və Varvara su anbarı. Kür çayından həm təsərrüfatda, həm içməli su kimi, həm də elektrik enerjisinin alınması məqsədi ilə istifadə edilir. Düzdür, Kür çayının son dövrlər ekoloji vəziyyəti çox gərgindir. Belə ki, istər Azərbaycan ərazisindən, istər də Gürcüstan ərazisindən Tiflisdən keçdiyi üçün ora çoxlu kanalizasiya suları axıdılır və bu da çayın çoxlu çirklənməsinə səbəb olur. Yəni son dövrlər Kür çayının vəziyyətinin daha da gərgin olduğu bildirilir. Hətta yay aylarında Neftçala hissəsində, Kürün mənsəb hissəsində Kür çayının çox az axdığı müşahidə edilir və Kür çayı delta çayıdır, yəni töküldüyü mənsəb hissədə parçalanmışdır. Belə, Kür çayı haqqında başqa maraqlı məlumatlar bilirsinizsə, buyurub rəy bölməsində öz fikirlərinizi qeyd edə bilərsiniz. Təşəkkürlər, var olun.